Herkese salam. Bu dəfə sizləri Bookshop mağazasından salamlarım. Bookshop Qarayevdə yerləşir. Metroya yaxın ərazidədir. Bantiklə üzbəyüz yerdədir. Əgər bilməyənlər varsa, buradan da məlumatlansınlar. Elxan Elatlının kitablarını sizlərlə paylaşmaq istədim. Köhnə nəşrlərdə var idi, burada yeni nəşrlərdə var idi. Bu kitabı isə burada baxırdım, istəyirdim almaq, amma almamışdım. Sonra rəfiqəm mənə hədiyyə elədi. Çox güman ki, bunu da noyabr aylarında oxumağı düşünürəm. Çünki payızı xatırladır. Bu isə mənim ən sevdiyim Çingiz Abdullayevin kitabları da köhnə nəşrdir. Bunları mütləq əldə etmək istəyirəm. Ona görə də belə şəkillərini çəkdim. Zamanla Dostoyevskinin İdiot kitabını da oxumaq istəyirəm. Sonra daha sonra Teospressin Cinayət və Cəza kitabını oxumaq istəyirəm. Ona görə də burada qalsın deyənə və də mənim özümə xoş gəlir deyənə, ona görə də bloqun içərisinə qoyuram. Bu isə Rövşən Abdullaoğlu'dan Mən yeməli deyiləm kitabıdır. Ümumiyyətlə Rövşən Abdullaoğlu'nun qələmini çox sevirəm. 3 ədəd kitabını oxumuşam, 3-ünü də çox bəyənmişəm. Ona görə də bax bu kitablar hamısı Rövşən Abdullaoğlu'na aiddir deyənə. Bunları zamanla əldə etmək istəyirəm. Mikhail Müşfiq artıq bunu da əldə etmişəm. Kitab mağazasını Alvenino'dan əldə etdim. Bu vlogu çoxdan çəkmişdim. Oğluma istədim tenis çubuğu, raketkaları alım, sonra almadım. Olivia'ya getdim. Olivia'dan maskalar götürdüm özüm üçün. Birini istifadə eləmişəm, çox bəyənmişəm. Bu isə ikinci vlogdur. Çünki vloglar çox az dəqiqə olduğuna görə hamısını bir vloga daxil etmişəm. Bu mənim 41-ci vlogumdur, belə deyək. Amma 41-ci vlogun ikinci hissəsi deyərdim. Kriset Mola getmişdim kitab müzakirəsinə. Maraqlı keçdi kitab müzakirəmiz. Kitab müzakirəmiz Müşid Mehdinin kitabı Məktubdakı Qadın kitabı idi. Maraqlı oldu. Əsas odur ki, müəllif özü də gəlmişdi. Kitablarımı da imzalatdırdım. Bu yüzden mənə daha çox xoş gəldi. Ne kitap var? Bu günləri yeni alışveriş vlogu ilə başlamaq istəyirəm. Aldıqlarım isə bir qaysı almışam yenə. Çox qəşəng görsənirdilər. Daha sonra kukuzun vaxtıdır. Kukuz almışam. Belə qəşəng. Arkadan aldım. Ardından şaftalı götürmüşəm belə. Daha sonra belə bir şaftalı götürdüm. Bu biraz mənə fərqli gəldi. Deyirəm görəsən necə dadı. Sonra belə marajnaları götürmüşəm. Onu da dana çirimdən heç yeməmişəm deyim ki, belə bir marajna Eskimo. O vaxtlar deyirəm belə markaları çox sevirdik. Yenə kitab almışam. Da Vinci şifrəsi kitabı. Amma bilmirəm bunu nə vaxt oxuyacağım. Çox güman ki qış aylarında oxuyaram. Çünki qalındır. Nəysə belə. Çingiz Abdullayev Məntiq qaydaları. Şərq küləyi Çingiz Abdullayev. Çingiz Abdullayevdən 2 ədəd belə kitab götürmüşəm. Bir də Da Vinci şifrəsi. Kitab çoxdan da istəyirdim almaq. 3 ədəd kitab almışam. Daha sonra aksesuar aləmindən belə bir şey götürdüm. 3 manata saçım üçün. Əndə qollar üçün belə taxmağadır. Məncə maraqlı mənə başa taxar. Başa taxmaq üçün maraqlıdır. Bu da qol üçün. Sonra uşaqlarla oynamağa belə unla götürmüşəm. Almaq istəyirdim. Mislin yox. Bu nə firması idi belə? Miss Talf deyəsən belə bir karandaş götürmüşəm. Nömrəsi 803'dür. Bir də Madame Boucher'dan belə bir şərf götürdüm. Qiymətdə 7 manat idi. Şimdi görək necə olar. Saça bağlamağa belə. Belə aldıqlarım bunlar idi. Şimdi görək nə edirik. Onu açdım. Bir dəfə mən almışdım onu. Onu sərfən atmış gedib. İndi ikisi belə də qırmızı olar. 1 manatdır. Məncə çox adamın bundan məlumatı olar. Amma mən nədənsə artıq bir il bundan qabaq kəşf eləmişdim. Elə o vaxtı da aldım. Uşaqlarla bir yerdə elə oynayırdık. Var. İndi birazdan uşaqlarla oynayacağıq.
Daha sonra biraz parka çıxdım. Parkda 1 saat mütaliə etdim kitabı. Bu kitabda yeni başlamışam. Kirpinin zərifliyi. Maraqlı kitabdır. Artıq ortasındayam. Görə gedişat necə gedir? Beyni yormur, əsas odur. Mən ümumiyyətlə beyni yoran kitabları oxuya bilmirəm. Düzdür, oxuyub sona qədər çatdırıram. Amma zövq alıram. Mən bu kitabdan zövq alıram. Və yavaş-yavaş ki belə həyati bir kitabı deyərdim. Yəni hələ ki anlayışım bu qədərdir. Oxuduqca görək nə olur. Burada isə axşamüstü buzovna dənizə getmişdim. Kofe özümə etdim burada. Gün batımı və günün sonu deyərdim. Amma günün sonu deyil, hələ gün yenə də başlayır. Bu iyun ayında 5 ədəd kitab oxuya bildim. Daha doğrusu hələ də kitabın birini oxuyuram. Kirpinin zərifliyi. Bunu Instagram üçün çəkmişəm. Dedim sizə də bölüşüm burada. Kitablardan Zolaqlı Pejamalı Oğlan, Zaman Necəyə Öyrəşən Adam. Ümumiyyətlə bu ayın kitablarını çox sevdim, çox razı qaldım. Bu 5 dənəni siz saxlayın şəklini. Mütləq zamanla oxuyun məncə. Kitab oxumaq ümumiyyətlə mədəniyyətdir deyərdim. Kitab oxumaq insana huzur verir. Kitab oxumaq insanın zehnini maarifləndirir. Mən ümumiyyətlə kitab oxuyarkən çox zövq alıram. Bəlkə də həyatda bu qədər belə zövq almamışam da. Nə yaxşı ki deyirəm, kitaba qarşı bu qədər məndə maraq var. Kitabı bu qədər sevirəm və səbrim var o kitabı oxumağa və kitabları. Düzdür, bəzən elə kitablar var ki, oxuduqca onları məsəl üçün anlaya bilmirəm. Amma yenə də vaz keçirəm, oxuyuram, kitab rəfimə qoyuram. Amma düşünürəm ki, nə vaxtsa zaman gəlsə, mən o kitablara yenidən qayıda bilim. O da ki, kitab almağı dayandırsam bir müddət, kitabların hamısını oxuyub bitirsəm yaxşı olar, elə düşünürəm. Amma yox, zamanla alsam, yenə də dayana bilməsəm, artıq bilməm necə olacaq. Amma bir müddət kitab almağı saxlayacağam. Çünki bu aralar çoxlu kitablarım var və onların hamısını bircə səbirlə mütaliə etmək istəyirəm. Əslində vloqum artıq sona gəlir, çatır. Yəni bu vloqumu inşallah ki bəyənərsiniz elə düşünürəm. Bəyənməsənizsə heç bir problem yoxdur. Yenə də hər vloqumda dediyim bir cümlə var ki, yəni bu vloqları zaten özümə görə çəkirəm. Öz xatirələrim olsun deyənə. Qaleriyamda qalır, pozulur. Yəni burada elədir ki, YouTube'dur. Mən bunu TV vasitəsilə izləyə bilirəm. Və burada həmişə yaddaşda qalır. Ümumiyyətlə YouTube'un bu videolarına, vloqlarını çox sevirəm. Belə. Sağ olun, təşəkkürlər.